Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprelin ikinci yarısı bəzi büdcələr üçün maliyyə baxımından olduqca diqqət çəkici və ümidverici bir dövr kimi görünür. Ulduzların mövqeyi göstərir ki, bu müddət ərzində bir çox insan üçün yeni qazanc imkanları yarana bilər, gözlənilməz gəlirlər əldə oluna bilər və ümumi maddi vəziyyətdə müsbət dəyişikliklər baş verə bilər. Xüsusilə səbirli, planlı və fürsətləri düzgün dəyərləndirənlər üçün bu dövr daha da uğurlu keçəcək. Oğa bürcü üçün aprelin ikinci yarısı sabitlik və artım dövrü kimi xarakterizə olunur. Uzun müddətdir gözlənilən maliyyə artımı, əmək haqqının yüksəlməsi və ya əlavə qazanc imkanları bu dövrdə reallaşa bilər. Xüsusilə biznes, satış və ticarət sahəsində fəaliyyət göstərən buğalar üçün yeni müqavilələr və gəlirli təkliflər gündəmə gələ bilər. Bunların əsas üstünlüyü səbirli və planlı hərəkət etmələridir. Əgər buğalar riskli addımlardan uzaq durub ağıllı qərarlar versələr, bu dövr onlar üçün ciddi maliyyə uğurları ilə yadda qala bilər. Bu mərhələdə xərcləri düzgün idarə etmək və qənaət etməyi də unutmamaq vacibdir. Çirbücü üçün isə bu dövr parlaq və enerjili maliyyə imkanları ilə zəngindir. Onların liderlik qabiliyyəti, özünə inamı və cəsarəti yeni qapılar açacaq. Gözlənilməz iş təklifləri, əlavə layihələr və hətta yan gəlir imkanları ortaya çıxa bilər. Çirlər üçün əsas məqam bu fürsətləri vaxtında görmək və düzgün qərarlar verməkdir. Bu dövrdə atılan addımlar yalnız qısa müddətli qazanc deyil, eyni zamanda gələcək maliyyə sabitliyi üçün də möhkəm təməl yarada bilər. Onlar üçün şanslı bir dövr olsa da emosional qərarlardan uzaq durmaq və hər addımı düşünərək atmaq tövsiyə olunur. Oğlaq bürcü üçün aprelin ikinci yarısı zəhmətin bəhrəsini toplamaq zamanıdır. Uzun müddətdir üzərində çalışdıqları, layihələr çəkdikləri əziyyət və göstərdikləri səbir nəhayət ki, öz nəticəsini verə bilər. Xüsusilə maliyyə planlaması, investisiya və uzun müddətli layihələrlə məşğul olan oğlaqlar üçün bu dövr olduqca uğurlu görünür. Onlar düzgün strategiya ilə hərəkət etsələr, böyük qazanc əldə etmək şansları yüksəkdir. Bu dövrdə gələn fürsətləri qaçırmamaq və diqqətli qərarlar vermək onların gələcək maliyyə vəziyyətini daha da gücləndirə bilər. Ümumilikdə aprelin ikinci yarısı maliyyə baxımından bir çox imkanlar təqdim edən bir dövrdür. Lakin unutmaq olmaz ki, ulduzlar yalnız istiqamət göstərir. Əsas uğur isə insanın öz qərarlarından, zəhmətindən və düzgün planlamasından asılıdır. Fürsətləri görmək, riskləri düzgün qiymətləndirmək və səbirli olmaq bu dövrün ən vacib açarlarıdır. Əgər sizdə bu büdcələrdən birinə aidsinizsə, qarşıdakı günlərdə daha diqqətli olun, yeni imkanları qaçırmayın və maliyyə qərarlarınızı düşünərək verin. Çünki bəzən kiçik bir addım belə böyük uğurların başlanğıcı ola bilər.